istəyirəm, yəni eşitməyənlər eşitsinlər. Mənə çoxlu yazırlar, zəng edirlər ki, həkim gələ bilmirik, bizə bir dənə dərman yaz, prostatiti müalicə eləyək. Və mən bu adamlara xəbərdarlıq eləyirəm. Prostatiti, xroniki prostatiti tək dərmanla müalicə eləmək mümkün deyil. Nəyə görə? Çünki biz oturaq həyat sürürük. Yəni 99% əhali bir dəqiqə oturaq həyat sürür. Və uzun müddət oturmaqdan da prostatın qan dövranı, prostatdakı sekretlərin, yəni şirələrin dövriyyəsi pozulur. Yəni orada durğunluq yaranır. Həm qan dövranı tərəfdən, həm şirələr tərəfdən. Sonra regular olmayan cinsi əlaqələr, yəni ya çox tez-tez əlaqə, ya gec-gec əlaqə, bunlar da prostatın işini pozur. Və bəzən də bura infeksiya qoşulur, həm qıraqdan cinsi əlaqə ilə, yəni kənar kontaktlardan, həm öz həyat yoldaşından ola bilər, göbələkdir, qadnerellar, yəni müxtəlif mikroblar var da qadınlarda. O da görürsən ki, kişidə həssaslıq olanda, iltihab olanda bu da qoşulur və vəziyyəti ağırlaşdırır. Belə bir vəziyyəti tək dərmanla düzəltmək mümkün deyil. Yəni bunun üçün mütləq həmən prostat vəziyə fizioterapiya aparılmalıdır, yəni xalq dilindən desək, tox verilməlidir, barmaq müayinəsi olmalıdır, onun içi təmizlənməlidir, qan dövranı yaxşılaşdırılmalıdır. Qan dövranını yaxşılaşdırmaq üçün də zəri qoyuruq. Sonra vəzin özünün iltihabını götürmək üçün xüsusi iynələr vururuq nöqtələrə və bununla kompleks şəkildə, bunu çox çətinliklə biz bu prostatiti sağaldırıq. Çox çətinliklə, mən bunu zəmanətlə sağaldıram. Amma bu çox çətinliklə başa gəlir, çətinliklə əmələ gəlir. Ona görə, yəni ola bilər insanlardır, reklama inanırlar, ya kimsə deyir, gəlin bu dərmandan alın, hamının prostatı yaxşı olacaq. Belə şeylərə inanmayın. Hansısa bir dərmanla alıb, 2 dənə dərmanla prostatiti tam aparmaq mümkün deyil. Nisbətən yaxşılaşma əldə eləmək olur. İnsan özünü arada biraz yaxşı hiss eləyir və sonra hər şey təzədən qayıdır. Ona görə bir çox insanlar fikirləşir ki, xroniki prostatit düzələn deyil, sağalan deyil, bunu düzəltmək mümkün deyil. Amma bu belə deyil. Düzgün müalicə aparılırsa, dərindən, kökündən müalicə aparılırsa, şəxs gəlib gedirsə, vaxtında proseduralarını eləyirsə, o adamın prostatı sağalır. Mən bunu dəfələrlə, 100 dəfələrlə eləmişəm, nəticə almışam. Və bu insanlar da hamısı durur. Yəni hamısı bu barədə məlumat verə bilər. Yəni belə biz müalicə eləmişik, dəfələrlə başqa yerlərdə müalicə almış, təbii ki, ancaq dərmanla. İnsanlar gəliblər, müraciət ediblər, inamsız şəkildə, deyib, həkim görəsən, mən düzələcəm, bu şəkildə. Mən adamlara demişəm ki, narahat olmayın, mən sizin prostatınızı sağaldacam və sağaltmışam. Yəni bu şəkildə. Ona görə dediyim odur ki, yəni mənə belə yazmır ki, həkim mənə bir dənə dərman yaz, mən bunu, hətta deyir, pul da verirlər, yəni söhbət puldan getmir. Deyir, sən mənə dərman yaz, mən sənə pul atım. Yenə deyirəm, söhbət puldan getmir. Yəni dərmanla, tək dərman içməklə prostat düzəlmir. Prostatı kompleks müalicə eləməməsi, kompleks. Hələ kompleks eləyəndə belə çətinliklə sağaldırıq onu. Başa düşürsünüzmü? Və bu barədə bunu qısaca məlumat vermək istədim. Bir də bugünkü bir mövzu, başqa bir mövzu barədə məlumat verəcəm. Mənə burada baxıram, suallar gəlib. Cinsi zəiflik barədə və insanlar fikirləşir ki, cinsi zəiflik yalnız ancaq mikrobdan ola bilər və ya prostatitdən ola bilər. Yəni yazırlar ki, həkim mən prostatitimi müalicə edirəm, amma cinsi zəifliyim keçmir. Yəni burada 2 səbəb ola bilər. Prostatiti müalicə edirsən, mikrobun var, onu müalicə edirsən, cinsi zəifliyin keçmir. Niyə keçmir? Ona görə ki, başqa səbəb də var. Yəni, elə fikirləşməyin ki, cinsi zəiflik varsa demək burada səbəb ya prostatitdir, ya mikrobdur. Əlbəttə, bunlar mən razıyam. Bunlar bu işlərdə çox səbəb olur. Çox əksər hallarda bunlar səbəb olur. Cinsi zəiflik və mikrob və xroniki prostatit cinsi zəiflik verir. Amma cinsi zəifliyin bundan başqa da bir xeyli səbəbləri var. Belə saysan bir 20 dənə, 30 dənə səbəbi var. Yəni, cinsi zəiflik konkret xəstəlik deyil, əlamətdir. Bir çox xəstəliklərdə bu əlamət baş verir. Sinir xəstəliyində, hormon problemlərində, zob xəstəliyində, yəni mən özüm xəstəliklərin adını belə deyirəm ki, yəni insanlar başa düşsünlər. Nə bilim, onurğa, bel ağrısında cinsi zəiflik ola bilər. Əsəb problemində cinsi zəiflik ola bilər. Yəni ona görə ancaq bunu fikirləşməyin ki, məndə prostatit var, demək mənim cinsi zəifliyim ancaq bununla bağlıdır. Ola bilər ki, səbəb başqadır. Təbii ki, prostatiti düzəltməlisən.
Prostatiti sağaltmalısan. Amma o bir səbəbi də araşdırıb, onu aradan qaldırmaq lazım. Və buradan baxıram, belə bir sual verirlər ki, bəs səhər ereksiyaları olmur. Bəs məndə mikrob yoxdur, bəs niyə səhər ereksiyaları olmur? Bilirsiniz niyə? Ona görə ki, orada başqa səbəb var. Ola bilər, siz mikrobu müalicə eləmişsiniz, sağaltmışsınız. Amma mikrobun vurduğu ziyan hələ orada qalmaqdadır. Prostatı korluyub, nə bilməm, xayaları korluyub. Mikrob orada elə belə dayanmır ki, gözləmir ki, siz mənə nə vaxt müalicə edəcəksiniz. Mikrob öz işindədir. O bizim hesabımıza yer çoxalır. Yəni parazitlik eləyir və bizə ziyan vurur. Və ona görə mikrob sağ çıxan kimi deyirlər, hə, həkim mikrob da çıxdı. Və niyə mənim zəifliyim getmir? Ona görə ki, sənə ziyan vurur. Problemlər yaradıb və yaxud ola bilər, başqa bir problem də var. Başqa bir səbəb də var. Ona görə bu səbəblərin hamısını bir-bir araşdırıb, onları aradan qaldırmaq lazımdır. Keçək suallarımıza.